Deməli, qardaşlar, uca Allahın vəfəqəti ilə qəlblərin islahı haqqında hədisləri oxumağa davam edirik. 13-cü hədis, 13-cü və ya mövzu. Şeyx bu mövzuya başlıq qoyur, buyurur ki, Salahul qulubi bil Qur'an. Quranla qəlblərin islahı. An Anas ibn Malik radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi və səlləm. Anas ibn Malik radiyallahu anhu deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu. İnnə lillahi əhlinə minən-nəs. Həqiqətən Allahın insanlar içərisindən ona yaxın olan əhli var. Allah dostları, Allahın sevdiyi insanlar var. Allaha yaxın. Qalu ya Rasulallah, mən hum. Deyirlər ki, ey Allahın elçisi, onlar kimlərdir? Həmən o Allaha yaxın olanlar. Qal, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hum əhlül Qur'ani, əhlullahi və xassatuh. Onlar Quran əhlidir. Allahın əhli və xüsusi seçdikləridir. Allahın özünə xaslaşdırdığı kəslərdir onlar. Ravahu Əhməd və Nəsai və İbn Məcə. Bu hədisi İmam Əhməd rəvayət edib, və Nəsai rəvayət edib, və İbn Məcə rəvayət edib və Şeyx Albani bu hədisin səhih olduğunu deyir, qardaşlar. Və həmçinin Osman radiyallahu anhu deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu. Xayrukum mən təalləməl Qur'anə və alləməh. Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir. Ravahul Buxari. Bu hədisi İmam Buxari rəvayət edib. Rahiməhullah. Və Əbu Hüreyrə radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. La həsədə illə fi ithnəteyn. İkisi istisna, digər işlərdə həsəd yoxdur. Raculun alləməhullahul Qur'an, fəhuvə yətluhu ənəəl-leyli və ənəəl-nəhər. Bir kişiyə Allah azza və cəllə Quranı öyrədib, o isə gecə, gündüz bu Quranı oxuyur. Fəsəmi'əhu cərun ləh. Və onun qonşusu bunu eşidir. Ki, bu kişi gecə, gündüz Quran oxuyur. Fəqal və deyir ki, leytəni utitu misləmə utiyə fulən, fəamiltu misləmə ya'məl. Kaş ki, mənə də filan kəsə verilərdi, mən də onun etdiyi əməli edərdim. Yəni, o gecə, gündüz Quran oxumağa. Bu birincisi. Yəni, bu işdə həsəd yoxdur. Bu həsəd deyil. Buna nə deyilir? Qibtə, icazəli olan. وَرَجُلٌ آتَاهُ اللّٰهُ مَالًا فَهُوَ يُهْلِكُهُ فِي الْحَقِّ. Digər şəxsə də Allah azza və cəllə mal verib, bol mal verib, o da onu haqq yollarda, haqq üzərə xərcləyir. Fəqalə raculun, o kişi də deyir ki, digəri, leytəni utitu misləmə utiyə fulən, fəamiltu misləmə ya'məl. Kaş ki, mənə də filan kəsə verilərdi, yəni dünya malından, mən də onun etdiyini edərdim. Yəni onun etdiyi kimi o malımı Allah yolunda, haqq yolunda xərcləyərdim. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu ikisində həsəd yoxdur. Bu ikisində həsəd yoxdur. Bu nədir? Bu qibdədir. Nəinki qınanılan, əksinə bəyənilən sifətdir. Ravahul Buxari. Bu hədisi də İmam Buxari rəvayət edir. Və həmçinin digər hədis, Əbu Musa Əl-Əş'ari radiyallahu anhu deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə dedi. Məsəlul mu'minilləzi yəqra'ul Qur'an, məsəlul utruccəh. Quran oxuyan müminin məsəli utruccə kimidir. Utruccə da nədir? Bəziləri deyiblər ki, bu gözəl qoxulu almadır. Bəziləri deyiblər ki, o qovunun növlərindən biri var, kiçik növü var. Deyiblər ki, budur, kiçik olur. Rihuhə tayyibun və ta'muhə tayyibun. Onun həm iyi gözəldir, həm də dadı gözəldir. Bu kimin misaldır? Quran oxuyan müminin misalı. Bax, Quran oxuyan müminin misalı. Utrucca kimidir. Yəni o gözəl meyvə kimi. Dadı da iyi də gözəl olan bir meyvə. وَمَثَلُ الْمُؤْمِنِ الَّذِي لَا يَقْرَأُ الْقُرْآنَ مَثَلُ التَّمْرَةِ لَا رِيحَ لَهَا وَطَعْمُهَا حُلْوٌ. Və Quran oxumayan müminin məsəli də xurmanın məsəlindədir ki, onun iyi yoxdur, amma dadı şirindir. Bu kimdir?
Quran oxumayan mömin. Və məsəlul munafiqilləzi yəqra'ul Quran məsəlur reyhanəti rihuha tayyibun və ta'muha murrun. Quran oxuyan münafiqin misalı iyi, gözəl olan, dadı isə acı olan reyhanın misalındadır. İyi, qəşəngdir, amma dadı acıdır. Bu kimin misaldır? Quran oxuyan münafiq. Quranı oxuyan münafiq. Və məsəlul munafiqilləzi la yəqra'ul Quran kəməsəlil hanzalati leysə ləhə rihun və ta'muha murrun. Quran oxumayan münafiqin məsəli isə hanzalanın misalındadır. Səhra kimi yerlərdə bitir, kiçik qarpıza bənzəyən zəhərli bir, belə də ki, bitkidir. Qarpıza oxşuyur. Hanzala qarpızı. Nə iyi var, dadı da acıdır. Hətta zəhərlidir. Bu deməli kimi misaldır. Heç bu münafiqdir, amma heç Quran da oxumur. Muttafaqun aleyh. Buxari və Müslim bu gözəl hədisi rivayət eləyiblər. Deməli, qardaşlar, baxın, bu hədislərdən biz görürük ki, şeyx də buyurur ki, qəlblərin islahı üçün, imanın artması, sabitliyi, qüvvəti üçün Quran-ı Kərimi tilavət etmək ən gözəl üsuldur. Quranı oxumaq və tədəbbür eləmək qəlblərin nə idi? Qüvvətidir, sabitliyidir, imanın artmasıdır, həmçinin qəlblərin islahıdır. Bu məsələdə ən xeyirli, ən gözəl, ən əzəmətli qapılardan biridir, yollardan biridir. Çünki Allah Azza və Cəllə deyir, Quran-ı Kərimi qulları üçün bir hidayət, rəhmət, nur, müjdə və xatırlayanlar üçün bir zikir olaraq, xatırlama olaraq nədir? Endirib. Baxın, qardaşlar, bir çox ayələrdə Allah Azza və Cəllə bu Quranın fəziləti haqqında bizlərə xəbər verir. Onlardan bəzilərini oxuyuruq. Ən'am surəsi 92-ci ayə. Allah Azza və Cəllə buyurur ki, وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ مُصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ. Bu, özündən əvvəlkiləri təsdiq edən mübarək bir kitabdır. Baxın, mübarək bir kitabdır. Eyni zamanda özündən əvvəl Allah tərəfindən endirilən kitabları da nə edir? Təsdiqləyir. Və digər ayə, Ən'am surəsi 155-ci ayə. Allah Azza və Cəllə buyurur. وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُوا لَعَلَّكُمْ تُرْحَمُونَ. Bu, bizim nazil etdiyimiz, yəni Quran, mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, sizə rəhm edilsin. Yəni, Allaha qarşı təqvalı olun. Təqvalı olun ki, sizə rəhm edilsin. Digər ayə, Əraf surəsi 52-ci ayə. Allah Azza və Cəllə buyurur ki, وَلَقَدْ جِئْنَاهُمْ بِكِتَابٍ فَصَّلْنَاهُ عَلَى عِلْمٍ هُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ. Biz onlara elmlə müfəssəl izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir kitab göndərdik. Yəni, Quranı göndərdik. Bax, həm müfəssəl izah edilib, həm də iman gətirən bir qövm üçün hidayət və mərhəmətdir. Hidayət və mərhəmətdir. Bu ayə də Ən'am surəsi 155-ci ayə. Digər ayə Nəhl surəsi 89-cu ayə. Allah Azza və Cəllə buyurur ki: "Və-nəzzəlnə aleykəl kitəbə tibyanən likulli şeyin və hudən və rəhmətən və buşra lil-muslimin." Biz kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da doğru yol göstərən mərhəmət və müjdə olaraq nazil etdik. Yəni bu kitabda nələr var? Mərhəmət var, müjdə var, doğru yol göstəricisi var, hər şeyin izahı var. Subhanallahul azim. Görün, Quran-ı Kərimin əzəmətinə baxın, qardaşlar. Və həmçinin Sad surəsi 29-cu ayə Allah Azza və Cəllə buyurur ki: "Kitabun enzelnahu ileykə mübarekun liyeddəbbəru ayatihi və liyetəzəkkəra ulul əlbab." Bu Quranı, yəni ayələrini düşünənlər və ağıl sahibləri ibrət götürsünlər deyə sənə nazil etdik. Düşünənlər və ağıl sahiblərinin ibrət götürmələri üçün. Və digər ayə İsra surəsi 9-cu ayə. Allah Azza və Cəllə buyurur ki: "İnnə hədəl Qur'anə yəhdi lilləti hiyə əqvamu və yubəşşirul mu'mininəl-ləzīnə ya'malunəs-salihati ennə ləhum əcran kəbira." Həqiqətən bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. İsra surəsi 9-cu ayə. Və digər ayə İsra surəsi 82-ci ayə. Allah Azza və Cəllə buyurur ki:
وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا. Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələri nazil edirik. Bu ayələr zalimların ancaq ziyanını artırır. Zalimların ancaq ziyanını artırır. Və digər ayə Qaf surəsi 37-ci ayə. Allah azza və cəllə buyurur ki: "İnne fi zalika lezikra limen kana lahu qalbun aw alqas-sam'a və huve şahid." Həqiqətən bunda dərk edən, qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün öyüd, nəsihət var. Bunlar hələ bu cür ayələrin bir qismidir sadəcə. Yəni Quranda baxsan bu cür ayələr hədsiz çoxdur. Quranın tərifi, Quranın əzəmətli olmasını bizə bildirir. Və şeyx buyurur ki, bu ayələr aləmlərin Rəbbi olan Allahın endirdiyi Quran-ı Kərimin fəzilətini bizə bildirir. Üstünlüyü bizə bildirir ki, Allah azza və cəllə bu kitabı mübarək eləyib. Bütün aləmlərə, bütün insanlara və cinlərə hidayət səbəb eləyib. Bu Quran insanlar və cinlər üçün hidayətdir. Bütün aləmlərə, bütün ümmətlərə nədir? Hidayətdir. Allah azza və cəllə bu kitabda xəstəliklər üçün şəfa qoyub. Xüsusilə də şübhələr və şəhvətlər xəstəliyinə. Mənəvi xəstəliklərə nə var? Quran-ı Kərimdə şəfa var. Eyni zamanda Allah azza və cəllə bu kitabı bir müjdə edib. Qurana əməl edənlərə, Quranı zikr edənlərə, xatırlayanlara, onu tədəbbür edənlər üçün bir müjdə edib. Və ağıl sahiblərini də nə edir? Bu Quran ibrət alanları, ağılla düşünənləri, Quranı tədəbbür edənləri Quran-ı Kərim doğru yola yönəldir. Və eyni zamanda Qurandan üz dönərənləri, haqdan sapanları da Allah azza və cəllə bu Quranda vaid ayələri ilə, hədə ayələri ilə, qorxuducu ayələrlə onları nə edir? Hədəliyir, qorxudur, çəkindirir. Quranı kim deyir? Doğru düzgün oxuyar, tədəbbür eləyər, oradakı hidayətləri düşünər. Bu insan deyir, qəlbinin islahı üçün bir çox faydalar oradan tapar, əldə eləyər. Bizə nə lazımdır? Qəlbimizin islahı. Əgər sən Quran-ı Kərimi doğru düzgün bir şəkildə tədəbbür eləsən, düşünsən, oradakı hidayətlərə can atsan, sənin qəlbin islah olar Allahın izni ilə. İmanın güclənər. İmanın güclənər. İman artır, azalır. Quran onun imanını gücləndirir, inkişaf elətdirir, möhkəmləndirir. Niyə qardaşlar? Çünki deyir, Quranda insan aləmlərin Rəbbi olan, hakimi olan, maliki olan Allahın kəlamı ilə üz-üzə qalır. Aləmlərin Rəbbi olan, onu yaradanın kəlamı ilə qarşı-qarşıya qalır. Allahın kəlamını oxuyur və o kəlam ona xitab edir. Özünə xitab edir və bu kəlamın bir məxluq kəlamı deyil, onu yaradan, hər bir şeyin sahibi olan, bütün həmd ona məxsus olan Allahın kəlamı olduğunu anlayır onda. Bütün işlər onun əlindədir. Bütün işləri o idarə eləyir. Bütün məxluqat onun mülküdür. İçi sən də daxil. Sən bunu oxuyanda, anlayanda, Rəbbinin kəlamı ilə üz-üzə qalanda bu nə eləyir? Və bunu bax bu cür tədəbbür eləyərək oxuyanda bu sənin imanını gücləndirir. Bu sənin qəlbivi islah eləyir. Bunun sənə faydası olur. Qəlbində xəstəlik olanlar üçün bir şəfa olur. Çünki artıq Quranı oxuyarkən o bilir ki, Allah azza və cəllə qulların qəlblərində olan hər bir şeyi bilir. Gizlətdikləri, üzə çıxartdıqları hər bir şeyi bilir. Və bu işlərin idarəsində Allah təkdir. Bax, məsələ budur. Yəni bu işlərin idarəsində Allah təkdir. O digərləri isə hamısı əmr olunanlardır. Mələklər, cinlər, insanlar, peyğəmbərlər, kitablar, hamısı Allahın əmrindədir. Hamısı Allahın əmrini təbliğ edir, Allahın əmrinə riayət edir. Amma bu işlərin, bu əzəmətli, bu möhtəşəm, kainat qədər geniş, ondan da geniş işlərin idarəsi bir tək ilahın, aləmlərin Rəbbi olan Allahın əlindədir. Və sən bunu Quranı oxuyarkən anlayırsan. Yerin, səmaların idarəsi onun idarəsi altındadır. Bütün məxluqatın işləri ona aiddir. Yaradan odur, diridən odur, ölüdən diri, diridən ölü çıxaran odur, yağışı yağdıran odur, sirlərdə olanı bilən odur, sizi ruziləndirən odur, yoxluqdan var edən odur,
Sizi hesaba çəkəcək olan odur və s. Hamısı odur. Təkdir o. Aləmlərin Rəbbi olan Allah bütün bu işlərin hamısında təkdir. Subhanallahül azim. Və bunu insan dərk eləyəndə artıq o digər bütün məxluqatın onun həqiqi qulları olduğunu dərk eləyir. Başa düşür ki, bunlar hamısı quldur. Hamısı Allahın mülküdür. Allah onların gerçək, həqiqi sahibidir. Deməli, sənin işin idarəsi, sən istəyin gerçəkləşməsi, sənə gələn bəlanın səndən sovuşması, sənə hər hansı bir nemətin gəlməsi, duavın qəbul olması, istəyin yerinə yetirməsi, hamısı tək olan Allahın əmrinə bağlıdır. Kun fəyəkun. O bir şeyin baş verməsini istədikdə ol deyər. O da dərhal olar, heç gecikməz, dərhal baş verər. Yəni sən təsəvvür qardaşlar, bax bu məsələ var. Bu məsələ əzəmətli məsələdir. Elə belə deyil. 10 dənə deyil, 2 dənə deyil, 3 dənə deyil. Tək bir Allahın idarəsi altındadır bütün işlər. Sənin yəni arzun, xəyalın, çatmaq istədiyin bütün məqsədlər, qorxduğun, qorunmaq istədiyin bütün şərlər, bütün bəlalar, bütün sıxıntılar, hamısı tək olan Allahın idarəsi altındadır. Allahu Ekber. Bax, burada sən Allahu Ekber, Allah ən böyükdür. Allahul Azim, Allah əzəmətlidir. La havlə və la quvvətə illə billah. Güc və qüvvət yalnız Allaha məxsusdur. Bu zikirləri, bu kəlmələri, bu adları, Allah Azza və Cəllənin adlarını onda bax, daha yaxşı dərk eləyirsən. Gör nə qədər incəliyə kimi bütün kainat deyir, bütün məxluqat deyir. Bizim hələ bu gördüyümüz bu kainat bildiyimiz, bu bizim bildiklərimizdir. Bizim bilmədiklərimiz yalnız Allahın bildiyi o qədər məxluqat, o qədər işlər var ki, hamısını ən incəliyinə kimi Allah idarə eləyir. Hamısı Allahın idarəsindən keçir. Hamısı Allahın əmrindən keçir. Və ona görə yəni sən bu ayələri oxuyandan sonra ona görə sənin qəlbin islah olur. Ona görə özünə çəki düzən verirsən. Qorxursan, Allaha ümid bəsləyirsən. Allah olan imanın artır, Allah olan sevgin artır. Çünki bilirsən ki, məsəl üçün xeyir içindəsən, qardaş, onu sənə sənin biliyin verməyib, sənin bacarığın verməyib, sənin nəsli əcəbətin verməyib, sənin dostların verməyib onu sənə. Onu sənə Allah verib. Allah verib. Hansısa məxluqların vasitəsilə gəlib nəsə sənə, hansısa bir nemət, onlar sadəcə vasitədir. Allah onları vasitə edib. Amma onu sənə verən istənilən bir nemət. Hər kəs özündə olan nemətlərə baxsın. Onu sənə verən tək olan Allahdır. Tək olan, qüdrətli, rəhimli, mərhəmətli, hər şeyə qadir olan Allahdır. Səndə bir sıxıntı var, borcun var, sıxıntın var, nəsə bir xəstəliyin var. Onu səndən apara biləcək yeganə varlıq Allahdır. Gerçək. Çünki o sənin səbəb gördüklərini də təsirli edən Allah Azza və Cəllədir. Xəstəsən, müalicə olunmaq sünnədir. Müalicə olunmalısan, get müalicə al. Amma bil ki, o dərmanlara şəfanı qoyan Allahdır. Sənə şəfanı verən Allahdır. Sıxıntın var, o sıxıntını aradan qaldıran Allahdır. Sənə sıxıntı gəlib, Allahın izni olmadan o sənə gələ bilməz. Allahın izni olmadan o səndən qalxmaz. Deməli, nə etməlisən? Allaha yönəlməlisən. Sıxıntın var, Allaha yönəl. Neymət içindəsən, yəni Allaha yönəl. Daha da yönəl, sənə neymətdəndirir, şükür elə. Nankör olma, Allaha şükür elə. Borcun var, Allahdan istə ki, onu ödəsin. Səbəblərdən tut. Və digər bütün ruzi sıxıntın var, Allaha yönəl. Ən birinci Allahdan istə. Qəlbini ona bağla. Bütün məsələlər, ən incəlilən, yəni bunu düşünmək lazımdır. Bunu tədəbbür etmələr. Bax, əgər sən bu incəliyi tutsaq, bizim hamımıza aiddir bu. Bu bizim, qardaş, sənə nə lazımdır? İmanın sabit qalsın, imanın artsın, qəlbin islah olsun, əqidən salamat olsun, dinin salamat olsun, tövhidin salamat olsun. Vallahi, billahi, tallahi, bunların hamısı, bax, bu şeyləri tədəbbür eləməkdən keçir. Tək olan Allahın əlində olduğunu, tək olan Allahın hər şeyi idarə etdiyini bilməyin, bax, səni həm imanını gücləndirir, həm səni sabit eləyir, həm əqidəvi möhkəmləndirir. Bütün hər bir şey. Təvəkkül,
Sənin təvəkkülün ixlas, bütün əməllərdə ixlas tələb olunur. İxlasının bir nömrəli səbəbidir ki, sən bu şeyləri düzgün dərk eləyəsən ki, hər şey Allahdandır. Niyə görə sən Allahdan başqası üçün əməl eləyəsən ki? Niyə görə sən kiməsə əməli eləyəsən ki, gözəl göstərəsən kiməsə də? Niyə də, niyə? Nə umursan ondan? Nə verəcək ki o sənə? Nə verəcək ki, Allahın vermək istəmədiyi, Allahın sənə vermədiyi nəyi verə bilər ki sənə? Ki sən hətta ona görə əməlvi gözəl göstərəsən, riya eləyəsən. Niyə də, niyə? Sən düzgün başa düşsən ki, ay qardaş, mümkün deyil. Hədisdə necə ki gəlir, bütün aləm, insanlar və cinlər hamısı toplansa ki, sənə zərrə qədər fayda versinlər. Allah istəməsə verənməzlər. Və ya Allahın istədiyindən artığını verənməzlər. Da onda sən niyə riya eləyəsən ki? Niyə ixlassız əməl eləyəsən ki, qardaş? Əməlvi ixlasla elə də az olsun, amma ixlaslı olsun. Niyə qorxasan ki Allahdan başqalarından? Niyə? Niyə ümidini Allahdan başqasına edəsən ki? Problem et. Əməlin puç olacaq. Şirkə girəsən, günaha girəsən, harama girəsən. Amma yenə də Allahın yazdığından başqası gəlməyəcək sənə. Yenə də sənə nəsə versə, Allah verəcək. Yenə də səni qorusa, Allah qoruyacaq. Belə olan halda niyə görə sən ixlaslı olmayasan ki? Niyə görə riya eləyəsən ki? Niyə görə Allahdan başqası ümid bağlayasan ki? Niyə Allahdan başqasından qorxasan ki? Bütün hər bir şeyin idarəsi tək olan Allahdadır. Allah istəyər sənə düşmən olan kəs sənə dost olar. Allah istəyər səni ağlıva gəlməyən yerdən ruziləndirər. Ağlıva gəlməyən sıxıntını, ağlıva gəlməyən yerdən sənin üçün asan edər. Hər şey Allahın əlindədir. Bax, budur, məsələ budur, qardaşlar. Bax, Quranı tədəbbür etmək, oxumaq, anlamaq, Allahın bax, o ayələrini fikirləşmək, bax, sənə bunu gətirir, çıxarır. Xoşbəxtliyə dəvət edir Quran səni. Bədbəxtlikdən çəkindirir Quran səni. Əgər sən Allahın ayələrini tədəbbür etsən, anlasan, itaət etsən, xoşbəxtlərdən olarsan. Bədbəxtlərdən olmazsan, bədbəxtlikdən Allah səni qurtarar. Və Quran-ı Kərimdə Allah Azza və Cəllənin dostları və düşmənləri haqqında, onların aqibətləri haqqında xəbərlər var. Ki, Allahın dostlarının axırı nə olur? Allaha itaət edən, ona güvənən, ona yönələn, onun dostları olanların aqibəti necə olur? Həm dünyada, həm axirətdə. Həmçinin ona düşmənçilik eləyən, Allahın dininə qarşı düşmənçilik eləyənlərin aqibətləri necə olur bu dünyada, axirətdə? Sən Quran-ı Kərimdə bunun qissələrini, xəbərlərini görürsən. Və Allahın düşməni olmaqdan, Allahın düşmənlərinə yardım etməkdən çəkinirsən. Allahın dostlarından olmağa çalışırsan. Allahın dostlarına yardım etməyə çalışırsan ki, onlar üçün gözəl, xoşbəxt sonluq var. Amma digərləri isə bədbəxtlərdir. Onların yanında olmaq istəməzsən. Və bunu da sən Quran oxuyaraq anlayırsan. Quranı tədəbbür edərək anlayırsan. Görürsən ki, Allah Azza və Cəllə salihlərin, övliyaların, Allahın dostlarının əməllərini tərifləyir. Və onları gözəl vəsiflərlə vəsifləndirir. Amma əksinə Allahın düşmənlərini pisləyir. Onların əməllərini pisləyir. Və sifətlərinin necə çirkin olduğunu, xüsusiyyətlərinin necə çirkin olduğuna misallar çəkir. Açıq aydın dəlillər gətirir. Onların aqibətinin necə olduğunu, necə onları Allahın həlak etdiyini, aqibətlərinin necə pis olduğunu sənə misal çəkir. Ki, bax, görün, gəzin, yer üzərində dolaşın, keçmiş ümmətlərin qissələrini oxuyun, anlayın və bunlar Quran-ı Kərimdə işarələr var bunların hamısına. Və Allah Azza və Cəllə səni bu Quranla salamatlıq diyarı olan cənnətə dəvət eləyir. Subhanallah. Darüssəlam. Salamatlıq diyarı. Bütün dərdlərdən, bütün qəmlərdən, bütün sıxıntılardan qurtuluş yeri olan cənnət. Və eyni zamanda ağlıva belə gəlməyən bəşər övladının təsəvvür edə bilməyəcəyi əzab, sıxıntı yeri olan cəhənnəmdən səni çəkindirir. Və oranın çirkinliyini, necə pis bir yer olduğunu xatırladır. Və oraya gedəcək insanların kimlər olacağını sənə bildirir. Xislətlərini, vəsiflərini sənə bildirir. Ki, sən onlardan olmayasan. Səni çəkindirir Allah Azza və Cəllə. Allah Azza və Cəllə ədalətlidir, zalım deyil. Peyğəmbər göndərmədən, kitab göndərmədən, xəbərdar edici göndərmədən heç kimə əzab vermir Allah Azza və Cəllə. Allah Azza və Cəllənin verdiyi nemətlər öz fəziləti ilədir. Əlavə olaraq verir. Sən onu haqq etmirsən, amma doğru yolu seçdiyin üçün, Allahın əmrlərinə itaət etdiyin üçün Allah Azza və Cəllə sənə əlavətən mükafat üzərinə mükafat verir. Amma kimləri ki cəzalandırır, o Allah Azza və Cəllənin ədaləti ilədir. Allah Azza və Cəllə zülm etməz. Hər kəs etdiyi əməlin qarşılığını alır.